Xanlar və bəylər, sevgi və saygı ilə sizləri salamlayıram. Şöyle cəmiyyətindən belə bir gözəl toplantını yaratdığı üçün təşəkkür edirəm. Bildiyiniz kimi, Dünya Azərbaycanın Demokrat Firqənin rəhbərliyi ilə 70 il bundan qabaq yaradılan dövlətçiliyimizin bugün günüdür. Yəni, milli dövlətçiliyimiz günün üçün sizi təbriklərim. Eyni halda 26 Azər 17 dekabr 1946-da Dünya Azərbaycanın 30 mindən çox olan şəhidinin tökülən qanı günü əsasıyla ki, Dünya Azərbaycanın soyqırım günü tanınır. O əsasda da demək ki, öz üzüntülümüzü belirləmək istedim. Bilirsiniz, Dünya Azərbaycan məsələsi bugün çox güclü Dünya Azərbaycanın içində irəliləmədədir. İldən artıq milli hərəkətimiz ailələr içində irəlilənir və yeni metodlarla yeni qələlər fəth olunur. Bu başarıların dalında yüz minlər millətçinin əməyi yetirir. O əsasda o millətçilərin önündə gedən Dünya Azərbaycan liderlərindən Dövlət bəy Həsənli, Yürüş Məqəlibəyli, Abbas Lisani və digərləri, bütün siyasi inanlarımız və tamam millətçilərin önündə baş əyir. Ki, bugün Dünya Azərbaycan hərəkatının demək ki, bayrağı və aparıcı qədəmləri və insanlarıdır. Dəyərli dostlar, 70 il bundan qabaq dövlətimizi qurduq, saxlayamadıq. Onun incəliyinə zaman yox. Amma 70 il geçib, millətçilik hərəkatı o qədər güclü və özəlliklə uluslar arası şərait, Orta Doğuda olan gündəlik bu Suriyə məsələsində başlanan çatışmalar demək ki, çox üz-üzə olsa da insanın insaniyyətə belə doğudan malik olmayan hərəkat, çirkin hərəkətlə geçsə də Suriyədə, ya Əraqda, ya Libidə. Ancaq bu məsələ Dünya Azərbaycan məsələsi üçün əlverişli bir şərait yaratdı. Çünki İran Fars şunist rejimi Rusiya ilə birlikdə türkmənləri əzir və Türk dövləti qarşısında dururdu. Bugün birlik bir cibhəsi yaranıbdır. Türklər, Azərbaycanı, Türkiyyəsi, türkmənləri, Dünya Azərbaycan Türkləri, bütün Türklər bir arada Ruslar, İran və onun PKK qüvvələri, teröristləri, Erməni daşnaqları burada bir cibhədir. Dünya şəraiti dəyişir və bu dəyişmələr bizim mənfəətimizə getməkdədir. Mən belə çox uzaq görmürəm istiqlaliyyətimizi əldə etməni. Qarabağın da azadlığını uzaq görmürəm. Günü-gündən hərəkət yoxunlaşır. Bu yoxunlaşma içəridə, bu qüdrətlə gedərək, eşikdə durumumuz nədir? Eşikdə təəssüflər olsun ki, biz öndə gedən insanlar başarısız olmuşuq. 20 ildir milli hərəkətdə burada olan dostların çoxu mənlə bircə faaldır. Amma biz başarılıyıq. Biz içərinin səsinə səs verə bilmirik. Biz içəri təkin yeniliyi ortaya qoya bilmirik. Əcəba, niyə eşikdə olan milli faallar əkdir döyürlər? Eləyə bilmirlər gündəlik milli məsələ ilə bağlı addım atılar və eləyə bilmirlər içəri ilə yanaşı gedirlər. Və eləyə bilmirlər Dünya Azərbaycanın eşikdə liyaqət səsinə səs olur. Bunun əsas illəti budur ki, mənli, geçmiş ideolojilər və cavanlardan uzaq gəzmə və beləliklə kiçik bir toplumun içində bizim bu güclərin qalması. Bunu sındırmaq lazım, bunu bölmək lazım. Bu geçmiş metoddan çıxmaq lazım. Çıxmasa, ildə bir dəfə yemilazə ilə bağlı 30-40 dəfə, 50 dəfə yığılacaq və bir iş başlamayacaq. Zaman əleyhimizə işləyəcək qardaşlar. Öz borcumuzu 21 şəhidlərin qabağında, 2006-26 may hərəkatının qabağında, şəhidlərin qabağında
və minlərcə siyasi sinanlarımızın qabağında tutulurlar, bırakırlar, yaşayışlar bir-birinə dərkdir, onların qabağında heç borcumuzu ödəyə bilməyəcək. Biz Güney Azərbaycan demək, alyansı olaraq Güney Demokrat Partiyası ilə Azov birlikdə 3 il bundan bax, yenilik yaratdıq. Dedik, geçmiş metodu sındıraq, uzaq hədəflər yerində, ancaq yenilik üçün bir qısa hədəf qoyuq bunları. Qısa hədəf qoyduq lobçilik. Və bu lobçilikdə 3 ilin içində böyük addımlar atabildik, az bir insanlarla, çox bir az bir pulla, hamısını içimizdən qoyduq da, amma az bir imkanlarla bunu başardıq. Baxın, istədiyimiz toplantıya getməyi başarabildik. Amerika Kongrəsində 17 Kongresimin nümayəndə üzvləri ilə görürük. Suruş Təşkilatçı İnqilablar yaradıb onunla görürük. Helsinki Komitəsindən görürük. Cenevə gedir. Avropa Parlamentində dəfələrcə advayslarından, başqanlarından, komitə, İran dairəsi ilə biz, belə deyə bilər, 100-dən çox görüş keçdik 3 il içində. Və sonra bildirdik ki, görüşlər hava kimi edirlər. Nə üçün? Fəqət deyirik, Güney Azərbaycan 35 milyon dərdimiz bu, uyğun görülür, amma buna bir sonuç tapmaq lazım. Oturup fikirləşdik, dedik, biz bu görüşlərdə də hədəf qoymalıyıq. Hədəf qoyduq, dedik ki, Avropa Parlamentində uyğun görülür, gələk Avropa Parlamentində rəsmi siyasətlər keçirilər. Dedik, Jenevdə Güney Azərbaycanla bağlı, əvvəlcə ki, o bunun yığıncağı gəlib çıxış edir, özümüz Güney Azərbaycanla bağlı toplantı keçirlər. Və dedik ki, Amerikanın kongrəsində nümayəndə parlamentlərinin cəlsəsindən öncə 10 dəqiqəlik Güney Azərbaycanla bağlı danışmağa haqqısı var. 3 hədəf qoyduq, bildi. İkisinin nəticəsini tapdıq, əl tapdıq. Jenevdə keçib 2 ay bundan qabaq, Güney Azərbaycanla bağlı, birbaşa fəqət Güney Azərbaycanla bağlı böyük yığıncaq keçirməyi başardıq. Mənim arzum idi ki, bütün aktivistlər, bütün siyasi təşkilatlar, nə bilim, istiqlalçıyam, federalçıyam, İrancıyam, muziklə bağlı falan, insan haqqı ilə, feminizm ilə, hamısı bizim balalarımız, bizim ürəklərimiz, bizim canımız, birlikdə Azərbaycanı qoyulur. Hamısı orada olsun. Ona görə başladı, hamıya zəhmə. Tamam siyasi təşkilatlar, tamam insanlar, hamısı zəhmə. Dedik, Güney Azərbaycan Atatürk'də mənəm keçiriləcək. Təəssüflə olsun ki, o sözlər ki, gəldi, Hütenin pulunu kim verir, nə bilim, bilidi kim verir, nə bilim, xərci nəsə olur. Yox, gəlmədi. Qatılmadı. Az müddət zamanla getdik, məşğul qaldım, ərəblərə zəhv oldu. Bəruşlara zəhv oldu. Yığıncağın adını Güney Azərbaycan'da da çözüb, qeyqlas millətlərin toplantısı etdik. Və ərəblər qısa zaman içində 3 dənə televizyonları ilə 10-15 nəfərlə qatıldılar, bəruşlar qatıldılar. Gənədən qeyqlas millətlərində də Güney Azərbaycan'ın önündə çıxartdıq. Xəstəlik var içimizdə. Bu xəstəliyi həll etməsə, cəmimiz böyüyəcək. Avropa Parlamentində keçən ay bildiniz, Avropa Parlamentində toplantılarımız keçəndən sonra nəticə aldıq. Avropa Parlamentinin bakanı qərar sadə elədi, internasional ilişkilər sorumlusu. Qərar sadə elədi ki, İranla bağlı görüşlərdə bütün uyğun görülür məsələsi biz üstündə olacaq. Araşdırdıq, gördük, necə araşdırdınız? Getdik, gördük, fikir ortaya qoyduk. Və hədəfimizə çatdıq. Amerikanın üstündə işlədik. Onunla da bağlı çəkək. İndi, dostlar, əgər biz qısıtı bir cəmlə yenilik yarada bilirik, bunu sındıra bilirik, bunu böyütmək lazım. Önərim, bu cəm istəyər belə gedə qabağa, geçmiş fikirlərinə, geçmiş adamlarla və müəyyən bir fikirlərinə başarılı olmayacaq. Mən də buranı bilmirəm. Ürək ağrısıyla bunu bilmirəm. Yolum budur ki, gəlin, bu mədəni, bu internet bilən gücləri, təzə cəhd sistemini ortaya çıxıbdır. Bunlar təşkilatlanma üstündə işləyiblər. Google təhvil verir işiyə. Google'in təşkilatlanma üstünlüğü ki, verir işiyə. Bunun üstündə başlıqla dövlətlər içində iş gedir bu. Toyota şirkəti Google'in önərisini götürür, üstündə işləyir. Volvo götürür. Sueddə, kommunalda bu iş başlayıblar bələdiyyələr. Dövlət səviyyəsində bu struktur başlanır. Biz də eləyək. Gəlin bizdə də əsas şeylər nədir? Riyasətlikləri götürürlər üstündə bu təhlildə. Şef lazım deyil. Bizim xəstəliyimiz şeflik deyil. Hər yığıncaqda bu deyil ki, istəyib birləşək deyil, şef kim olacaq, rəyət kim olacaq, sözsüz kim olacaq? Bunu götürək. Buradan bir cəşək də götürək, yenə nə qoyaq? Komitələr, iş birliyi komitələri, insan həkləri, nə bilim, yaşlılıq məsələsinə bağlı, feminizmlə bağlı. Mən nasionalistəm, mən millətçi durmuşdum. İdeolojisi olaraq ki, etirazım vardı. Siyasətçiyəm.
Mənim işim bu. Mən ola bilər yaşlıq məsələsini, insanların pozan, mənim əlimdən gəlməz. Amma mən siyasətdə yaxşı işləyə bilərəm. Mən də siyasətçilərlə bir iş qurmalıyım. Biz birlikdə Azərbaycan toplumu olaraq, yəni mən siyasətçilərlə, o birisi feministlərlə, o birisi yaşlılarla, o birisi uşaqlarla məsələn, birlikdə yeni bir çatının altında başqan olmadan sözçüləri kimsə seçim komitələri seçin. Seçim komitələrinin yenilik məsələsini yaratmaqla mən sizə söz verirəm. Əgər biz bu təhlil üstündə işləyək, neçə nəfər burada elə bu koordinasiya şurası yaranan, yeni bir təhlil üstündə, yəni mənim təhlilimdə ki, Google-in təhlilidir, international bir məsələdir. Qoyan qabağa, araşdırağın, özümüzə uyğun bir şəraitlə mən söz verirəm sizə. 3 ilin içində, necə biz 3 ildə başardıq, o qədər qalxacaq. Bu toplumda belə liyaqət var, bizdə belə bir dəyər var. 3 ilin içində söz verirəm bilərizə, bizim 21 hərəkatına yığıncaqda 1000 nəfər adam gələcək. Cavanlarımız qalxacaq, xanımlarımız qalxacaq və beləliklə biz də eləyə biləcək Güney Azərbaycandan yanaşı iş gedə bilirəm. Yoxsa Güney Azərbaycanda içəridə millətçilər günü-gündən yeni aşamalara gedəcəklər, biz elə qalacaq. Baxın, Yürüş Mehləli zindanda deyir ki, istiqlal, bir boşanma siyasətini ortaya qoyub. Canının oyunu bu anda. Amma baxın şəraitə, baxın dünyanın deyib, elib, biz də başlayaq, biz də yenilik yaratmayaq. Umuram ki, vaxtı çoxalmayıb, umuram ki, eləyə bilər, yeni bir koordinasiya yaradaq ki, otursun, bu, yəni mənim önərim, oturaq bir fikirçək ki, bu yenilik nədir, qısa hədəflər nədir və bu qısa hədəflərin içində böyük bir istəyiniz. Böyük istəyiniz nədir? Güney Azərbaycanın, tüm millətinin rifahı. Rifah. Əgər bu rifah mənə istiqlaliyyət gətirir, istiqlaliyyət. Hər də gətirir, oturaq üstəkdə, mən istiqlaliyyət düşünürəm, mən istiqlalçılarla bilirəm, birlikdə olacaq. O birisi insan həqqini, amma hamımız birlikdə yeni bir etaba yetişmənin arzusuyum. Mən işləyicisi təşəkkür edirəm. Mən eyləm edim ki, geçmiş solcular, ki mən də birisi olum, ideolojiya xol baxdıq. Dedik ki, biz ideolojiden pis bir şey yoxdur. Bir dövlət yaradılacaq ki, ideolojisi olmasın. Amma öz başımıza Allah qoyur. Dünyanın heç yerində ideolojisiz nə dövlət var, nə bir fikir var. Baxın, sosializm ideolojidir. Millətçilik, nasionalizm ideolojidir. İslam ideolojidir. Liberalizm ideolojidir. Feminizm ideolojidir. Dünya baxışıdır. Dünya baxışına mən qaşmaq olar. Mən dünyanı Güney Azərbaycanın mənfəətləri əsasını təfsir edirəm. Heç də utanmır və fərq edirəm. Mən nasionalistəm. Mən millətçiyəm. Baxın, Güney Azərbaycan milli hərəkatı gedəndə hamının xoşuna gəlir. Nəticə oldu bə? Milli sözcəlində, nasional sözcəlində xoşumuza gəlir. Amma deyirlər ki, mən bu milli məsələnin bir fəaliyəm. Və bu üçün çalışan, onlara pis olan, onlar millətçi, bu pisdir, bu bir. İkincisi, dostlar, İranda biz öz torpağımızı, öz varlığımızı qurmaq istedik. Məyə bu cürmüdür? İstiqlaliyyət məyə cürmüdür? İstiqlaliyyətin yolu faşizmin qabağında faşizmin çalışı neynəsin? İstir ki, asimilə eləsin, istir xor eləsin. Milli hərəkətdə asimilasyonun qabağında, xorluğun qabağında mənliyin ortaya qoyur. Mənim mənlik pisdir. Qürurdur, milli qürurdur. Baxın, biz milli nifrət əsasını hərəkət edirik. Biz istəmirik Farsdan qardaşlıq gedər. Hələ oturacaq onda bir qardaş müşahidələr ki, xoşlarına gəlsin ki, bu düzdür. Baxın, şuar məsələsində millətçilər çalışırlar, o şey ki, xasla qabaqları ona qarşı iş qoysunlar. Millət-dövlət prosesinə kimi, dövlətimiz yarına kimi hərəkətimiz tam demokratikdir. Amma dövlətimiz olandan sonra, millət-dövlət prosesi yaranandan sonra, bizim dövlətimizdən sonra mən oturub desəm, haray, mən Türkəm, Güney Azərbaycanda, mən ondan qarşısız. Niyə? Güney Azərbaycanda fas yaşayacaq, Kürt yaşayacaq, vətəndaş haqq olacaq.